Salam uşaqlar, necəsiz? Deməli belə, bugünkü dərsimiz sizlə izahlar olacaq. Bərk maddələrin kütlələr arasında fərq məsələləri bu il qəbula düşdü və inanın ki, uşaqlar bir balaca bu misallar işləməsində əziyyət çəkdi və belə qərar verdim ki, yığın PDF şəklində və izahlar atım. Deməli, birinci. Məsələdə budur ki, birinci məsələmiz, deməli, başladıq. Kalsium hidrit, üzərinə gələk su. Üzerine gələk su və bu zaman alınır kalsium OH-dan 2 dəfə, üzerine gələk hidrogen qazı, suyun qabağında hidrogen qazının qarşısına keçir. Deməli, tənliyi yazdıq. Kalsium hidrogen kütləsi M, kalsium hidroksidin kütləsi M+16 verilib. Deməli, 42 qram bunun kütləsi, 74 qram bunun kütləsidir. 42 ilə 74 arasında fərqi müəyyən eləmək lazımdır. Deməli, əslində bu bərk maddənin kütlələr arasındakı fərq 32-dir. Yəni 74-dən 42 çıxanda, deməli 74-dən 42 çıxanda 32 fərq var, amma bizə 16 fərq verir. 32 fərqə görə biz belə işləyək gəlin sizlə. Kalsium hidrogen kütləsi 42-dirsə, 16 fərqə görə neçə olar M? M də burada bizə nəyə bərabərdir? 21-ə. Deməli, belə çıxır ki, kalsium hidrogen kütləsi 21-dir və ondan alınan kalsium hidroksidin kütləsi isə 37-dir. 37-dən 21 çıxana doğrudan da 16 fərqin olduğunu müəyyən edirik. Deməli, cavab 21-dir. Sizlə keçdik ikinci məsələnin həllinə. Deməli, ikinci məsələmizin həlli nədir? Bu da qəşəng maraqlı bir məsələdir. Deməli, bu məsələdə kalium permanganat parçalanır. Bax, elə olduğu kimi verib, elə bunun üstündə yazaq. Alınan duzun kütləsi neçədir? Alınan duzun kütləsini M verib. Deməli, baxın, diqqətlə M verib. Deməli, bunun kütləsini M+11 verib. Oksigen kütləsi isə bizə M veribdir. Deməli, kalium 2 mangan O4-ün kütləsi aslında 197-dir. Deməli, mangan O4-ün kütləsi isə 87-dir. Əslində fərq bunlar arasında 110-dur. Amma bizə fərqi 11 verib iki duz arasında. Deməli, 102 birləşmə arasında, bərk birləşmə arasında 110 fərqə görə 197-dirsə, bəs 11 fərqə görə nədir? M-dir. M də burada nəyə bərabərdir? 19,7-yə. Deməli, M-in qiyməti 19,7 oldu. Bax, belə yadımıza saxladıq. Bəs N nədir? N də fərqə görə işləyəcək. 197 fərqə görə 32 oksigen girirsə, 19,7 fərqə görə nə qədər oksigen alınır? 3,2. Deməli, N-in qiyməti 3,2. Gördünüz, sırf mən fərqlə işlədim ki, sizə rahat olsun. Deməli, M-in qiymətini biz nə aldıq? M-in qiymətini biz aldıq 19,7. N-in qiymətini isə biz aldıq sizlə 3,2. Əssalam. Üçüncü məsələ. Yenə də kütlələr arasında fərqdir. Deməli, birinci biz nə yazmalıyıq sizlə? Misal reaksiyanı yazaq. Kalsium karbitin üzərinə 2 molekula suyu gəldirəm və bu zaman kalsium OH-dan 2 dəfə alıram və hidrogen qazını çıxardıram. Baxın, suyun kütləsini M verib. Əslində suyun kütləsi burada 36-dır. Oradan ayrılan qazın kütləsi, bu bağışlayın, buradan asetilen qaz alınır axı. Alınan qazın kütləsi isə 26-dır. Əslində isə bunu bizə M verib, bunu bizə isə M-5 verib. Baxın, deməli, 36 ilə 26 arasında fərq 10-dur. 10 fərqə görə M-in kütləsi 36-dır. Bəs 5 fərqə görə nə qədər olar? 18. Deməli, M-in kütləsi bizdə nəyə bərabər oldu? 18-ə. İndi kalsium karbitin kütləsini hesablayırıq. 10 fərqə görə kalsium karbitin kütləsi 64-dür. Bəs 5 fərqə görə X-dir. X isə bərabər elədi 32-yə. Deməli, X-in kütləsini 32 aldım. M-in kütləsini isə 18 aldım. Digər məsələmiz var. Digər məsələmiz nədir? Yenə kütlələrin fərq məsələsidir. Deməli, reaksiya daxil olan duzun kütləsi kalium xloro üçün kütləsini bizə verib. M+9,6. Oradan alınan duz deməli M-dir. Bunun da kütləsini biz götürüb burada M. Deməli, bunlar arasında fərq 9,6-dır. Əslində, kalium permanganatın kütləsi, kalium xloro üçün kütləsi 122,5-dir. Deməli, kalium xlorun kütləsi 74,5-dir. Bunlar arasındakı fərq nəyə bərabərdir? 48-ə bərabərdir. Deməli, 48 fərqə görə 74,5 reaksiyadan
m alınırsa, deməli 9 onda 6 fərqə görə m nə qədərdir? M yazırıq və m'in kütləsi burada elə bir ki, 74'dən onda 5'i biz hardasa vururuq. Deməli 2'yə, 0.2'yə bu deyir 14'dan onda 9 elədir. Deməli m'in kütləsi elədir 14'dan onda 9. İndi oksigen həcmini istəyir. Oksigen həcmini də belə hesablayacaq yenə. 9 onda 6 fərqə görə nə qədər oksigen alınıb bilmirəm. 48 fərqə görə isə 67,2 litr xlor qazı alınıbdır. Bağışlayın, xlor qazı alınıb. X də bərabərdir 13,44. Deməli N'in qiyməti də 13,44'ə bərabər oldu. Keçdik 5-ci məsələyə. 5-ci məsələ budur ki, maqnezium silinidin üzərinə mən xlorid turşusu gəldirəm. Birlikdə silisium hidrogenlə bir reaksiya girmir. Maqnezium xloriki və silan əmələ gəlir. Silan da necə yazılır? Silisium H4. Deməli burada hidrogen sayı 4 olduğuna görə bura bir 4, bura bir 2 yazırıq və misalımız düzəldi. 8 qram X maddəsi çıxır. Yəni silan 8 qram çıxır. 32 qram silan reaksiya çıxırsa, maqnezium silinidin kütləsi nə qədərdir? 48'in üstünə hardasa mən gəlirəm. 28, 76'dırsa, deməli 8 reaksiya girərsə nə qədər alınır? X. X-ə gəldilədi 19. Deməli m'in kütləsi burada nəyə bərabər oldu? 19'a. Bu heç kütlə fərqi məsələsi deyildi. Adi sadə məsələ idi. İndi isə biz sizlə keçdik. Bu biraz, yəni həqiqətən də gözəl bir məsələdir. Bu məsələni işləməyimizə dəyər. Diqqətli olaq məsələdə. Deməli məsələmizdə nədən söhbət gedir? Deməli bizə verilib mis, bir də mis oksid. Mis bildiyimizə görə H xlorla reaksiyaya girmir. Amma mis oksid H xlorla reaksiyaya girdiği anda nə alınır? Duz alınır. Yəni mis xlor 2 plus su alınır. İndi baxın ki, yenə kütlələr arasında fərqdir. Hər ikisinin kütləsini M verib. Baxın, bunlardan alınan duzun kütləsi isə M-5 qədər fərq verir. Amma mən burada mis oyla mis xlor 2'nin fərqini hesablaya bilmərəm. Çünki kuprumla kupromonun qarışığı M-dir. Gəlin belə eləyəyin də. Buranı vuraq A'ya, buranı vuraq B'yə. A ilə B'nin molunu 0,45 götürəyin köməkli. Kütlələr fərqi isə 64 A ilə da 80 B'nin kütlələr fərqini sizlə birlikdə M götürək. Tənliyi quraq. Tənliyi quranda səhv eləmirəmsə, deməli buradan nə alınacaq? Deməli 60, elə bil burada yazaram ki, buradan yəni yazım ki, A bərabərdir 0'dan %45 çıxaq B. Onu gətirək yerinə qoyaq. 64 0'dan %45 B çıx B. Aha, üstə gələk 80 B bərabərdir M. 64'ü vursam 0'dan %45'e 28,8 çıxaq. 64 B üstə gələk 80 B bərabərdir M. Buradan nə alınacaq? Diqqətli baxağın. Buradan alınır 28,8 üstə gələk 16 B bərabərdir M. Bax, belə bir tənlik çıxır. Vəsiyo, indi gəlin, bura kimi dayandıq. Buradan indi diqqətlə baxırıq. Deməli, B mol budu oksiddən, B molda buduz çıxır. Yəni, belə yazaq da, elə bir 80 B'dən, deməli, 135 B duz çıxır. Deməli, buradan da yazıram ki, 135 B bərabərdir M çıxaq 5. Buradan da M nəyə bərabərdir? 135 B üstə gələk M. İndi gəlin bu tənlikdə yerinə qoyağın. Tənlikdə necə yerinə qoyaq ki, tam rahat olsun uşaqlara da. Deməli, buradan yazıram 28,8 üstə gələk 16 B bərabərdir. Bax, qırmızı ruşqana yazım ki, seçə biləsiniz. Aha, buradan bu bərabərdir. Deməli, M-in yerinə yazacağım 135 B üstə gələk M. Bax, belə. Vəsiyo. Deməli, 135 B'dən çıxsam 16 B'ni 119 B bərabərdir 23 tam. Elə bil bu da M'dir də. Burada bax. 135 M deyil də axı bu.
Bu 135 5 gələk 5 idi uşaqlar üzrlü sayın. Bu 5'dirsə, aha bağışlayın bu 5'dir. 28,8'dən də 5 çıxsam 23,8 eləyər. Buradan da B'nin qiyməti gəlib bərabər eləyir 0,2-yə. Əla. Deməli B'nin qiyməti 0,2 oldusa A'nın qiyməti də 0,25 oldu. Vəssalam, çünki cəmi 0,45 idi. Qarşının kütləsini tapırıq. Qarşının kütləsi nədir? 0,2'ni vursam 64'ü 12,8 eləyər. 0,25'də 80'ə vursam elə bil ki 4 dəfə 80'i 4 dəfə azaldıram 20 də bu eləyər. Toplasam neçə eləyər? Cəmi 2 maddənin qarşının kütləsi 8, 2, 30. 32,8 hər iki qarşının kütləsi elədir. Və H-xlorun mol miqdarını hesabla desəm, deməli H-xlorun molu budur da, əmsallaşdırmamış yazmışam. 1 mola 2 mol H-xlor girirsə, 0,25 mola da 0,5 H-xlor reaksiyaya girir. Deməli cavabımızın da biri oldu 0,5 H-xlor, cavabımızın biri də oldu 32,8. Aha. Sonra davam elədik. İncə keçdik 7-ci məsələyə. Bu ilin dim qəbullu məsələsi olub. 6 CO2 plus 6 molekula su. Buradan alınır glikoz, C6H12O6. Üzərinə gərək 6 molekula oksigen. Deməli, karbon qazı yaxşı. Bunları 6'ları silək. 44 qram bunun kütləsi 32 qramdan bunun kütləsidir. 44'dən 32 çıxanda 12 fərq eləyir. Amma bizə M-dən M-14,4 fərq veribdir. 12 fərqə görə 44 reaksiya girirsə, 14,4 fərqə görə M olar. Yəni görürsünüz, yenə də mən bunu fərqlə işlədim. 14,4'ü 12'yə bölsəm, bir dəqiqə mən bunu bölüm. Elə bil ki 14,4'ü vururam 44'dən. 14,4 elə bil vuraq 44'dən. 14,4'ü vuraq 44'dən. Bunu da bölək 12'yə. Aha, M gəldi elədi 52,8. Biz bunu tapdıq. İndi suyun molunu tapmalıyıq. Deməli 12 fərqə görə suyun molu 6'dırsa, 14,4 fərqə görə suyun molu nə qədərdir? 16'nı vuraq 14,bağışlayın. 6'nı vuraq 14,4'ə, onu da bölək 12'yə. 7,2'dən bunun kütləsi elədi bu qədər. Və nəhayət 7,2 ilə də 52,8'i toplamalıyıq. 52,8'i toplamalıyıq. 14,4'ü biz bölsək 12'yə, fərqimiz 1,2'dir. Aha. Suyun molunu bir dəqiqə uşaqlar. Biz hər tərəfi ixtisar eləmişdik. Bu molunu bir götürməliydik. Bu eləməliydik 1,2. Üzrlü sayın. Çünki mən bayaqlarıma mən hər tərəfi 6'ya ixtisar eləmişdim. Bax bunlar ixtisar olunmalıydı. Deməli, aha, bu da elə bil ki 0,6'ya böləndə 1,6'ya bölmək kimi olacaqdı. 1/6 düşsün. Yəni zaten biz bilmirsə glikoza lazım deyil. İndi qaldı 1,2 ilə də biz toplayırıq 52,8'i. Cavab gəl bizdə alınacaq 54. Bu qədər. Keçdik 8-ci məsələyə. Deməli, alınan qarışıqda qələvinin kütləsi 4,8'dir. Kalium hidriddən mən alıram. Deməli, gəlin belə səliqəli yazaq bunu. Yazıram. Kalium hidrid üstə gələk su. Suyun qabağına düşür. Burada elə bil ki hər tərəf bir-birinə bərabərdir. Yox, burada da elə bir hidrogen qarşısına
2 düşür. Əla. Deməli, hər ikisi eyni moldur. M moldur, M moldur. Qarşının kütləsi də M-dir. Belə götürək. Su ilə reaksiyasından alınan qələvlərdə qarşının kütləsi 4,8 qədər fərqi var. 40'ın üstünə gələm 42. Qarşının kütləsi bax birlikdə bax bu iki qarşının kütləsi 42 N 82 N'dir, yəni toplanıldı. Belə hesablayaq. Onlardan alınan qələvinin kütləsini hesablamaq istəyirəm. Deməli kalium OH 56-dır, üstə gələk 74. 100 elə bil ki 130 alınır da, indi 130 N alınır da, belə deyək. 130'dan çıxdım 82'ni. Nə qədər fərq var? Elə bax bununla bunun arasında fərq 48'dir. 48 fərqə görə N-i hesablayım. N-i elə N götürmüşəm, belə deyək. Deməli, yaxud da 48'e görə N-i 1 mol götürmüşdüm də, ikisində də ayrı-ayrı 1 mol. 4,8'e görə nə qədər götürməliyim? X. Bu da elədir 0,1 mol. Belə çıxır ki, bizim misalda hər maddədən 0,1, 0,1 mol maddə qəbul eləmişəm. M-in kütləsini hesablamaq da rahatdır. 0,1 42 eləyir 4,2. Özümə hesablayıram onu. 0,1'i də vursaq 40'da bu üzülürsən. Bu elədir 4 qram. Bunu da vursam 42 eləyir 4,2. Hər ikisinin də kütləsi burada nəyə bərabər oldu? 8,2'ye. M də bərabər oldu 8,2'ye. İndi isə keçdik digər məsələyə. Eyni, yəni məsələdir, oxşar məsələlərdir. Yenə fərq 9,6 qədərdir. Deməli, amma natrium hidritdir. Bu da kalsium hidritdir. Belə götürək. Natrium hidritdən 1 mol natrium OH konkret yazacağam. Kalsium hidritdən də 1 mol kalsium hidroksid alınır. Deməli, bu M-dir. Bu da M plus 9,6'dır. Gəlin görək fərq nə qədərdir. Deməli, 23 üstə 1, 24 üstə gələk 42. 24, 42, 66'dan alınır. 40, aha, 40 üstə gələk 74, 114 alınır. 114'dən çıxaq 66, 48 yenə fərq var. 48 fərqə görə N 1 moldursa, 9,6 fərqə görə N 0,2 moldur. Deməli, belə çıxır ki, hər maddədən nə qədər götürülüb? 0,2, 0,2. 0,2'ni 24'e vursaq 4,8 eləyər. 0,2'ni də 42'ye vursaq 8,4'də bu eləyər. Və 4,8 ilə 8,2'ni toplasam, hər 8,2'ni yox, bağışlayın. 8,4'ü hər ikisinin cəmi enerji 13,2. Deməli, M 13,2 aldım, N isə 0,2. Əla. Bu da çox gözəl məsələdir. Bu da bərk kütlə arasında fərqdir. Deməli, 160 qramlıq ferum 2O3 deməli 112'ye çevrilib. 160'dan 112 çıxanda nə qədər eləyir? Gəlin bir dənə sizlə baxağım. Mən elə bil ki 160'dan çıxıram 112, 48 fərq eləyir. İndi 38 budur, 35 də budur. Yəni alınan dəmir K3'dür. 48 fərqə görə dəmirin kütləsi 112 idi. Bax belə götürək. Deməli 38'den də 35 çıxanda 3'dür. 3 fərqə görə nə qədərdir? 7 qramdır. 7 qram dəmirdir. Amma alınan bərk qalıq da 35 qram. Alınan bərk qalıq da 35'dir. Yəni alınan bərk qalıq bilirsiniz nə deməkdir? Yəni mən bunu sizə tam belə izahını deyim. Ferum 2O3 tam sərf olunmuyor. Deməli 12-ci məsələyə baxırıq. Deməli kuprum və kuprum O-dan ibarət qarışıq 128 qramdır. Əla. 2 dənə maddə bizə 128 qram veribdir. Hidrogen atom reaksiyasının sonunda qabda 115,2 qram mis olur. Aha. Deməli mənim əlimdə A qram mis, B qram kuprumo var. Biz bunu necə hesablayırıq? 64A üstə gələk 80B bərabərdir 128. Sonda isə yalnız kuprum qalır. Başda deməli 64A qədər kuprum var idi. Aha, deməli belə yazmalıydıq. Kuprumo plus hidrogen alınır mis üstə gələk su. Mən 80B kuprumla 64 kuprumodan 64B kuprum almalıyam. Deməli başda da 64A qədər mis, 80B qədər kuprumo var.
Deməli 64 aynı anda sonda alınan 64 B'nin cəmi 115,2 qramdır. Əla. 64'lər burada getdi. 80'den 64 çıxanda 16 B. Deməli 128'den 115,2 çıxanda deməli bu edir 16 B-də biraz səliqəsiz yazdım. Özür dilərim uşaqlar. Bərabərdir 12,8. B gəlir burada bərabər edir 0,8'ə. Əla. Deməli mənim yerinə qoysaq qiymətimizi, deməli B'm 0,8'dir. Deməli kuprum O, deməli var kuprum O. İkisi birdə 128 qram idi da bunun. Bu 0,8 mol tapdım mən bunu. 0,8'i 80'ə vuranda 64 eləyir. Onda 128'den 64 çıxanda 64 da bu eləyir. Deməli başda 1 mol kuprum və 0,8 mol kuprumu var. Əla. Və buradan alınan suyun molunu istəyir. Deməli mənim 80 qramımdan 1 mol su ayrılırsa 64 qram kuprumumdan 0,8 mol su ayrılır. Alınan su 0,8 mol oldu və ilkin qarşıda kuprumonun kütlə payını istəyir. İlkin qarşılıq 128 idi. Kuprumonda orada 64 aldım. 64'ü bölürəm 128'ə vururam 100'ə. Cavab bərabər oldu 50%. Bu qədər. Digər məsələmizə baxırıq. Kalsium hidroksid H3PO4. Deməli burada da kütlələr arasında fərqdir. Kalsium hidroksidin üzərinə H3PO4 gələndə təbii ki 1'in 1'ə qarşılıqlı təsirdə olanda kalsium hidroortofosfat və 2 molekula su ayrılır. Bu 74 qramda, bu da 98 qramdır. 98'den 74 çıxanda hardasa 24 fərqimiz var. Əla. 24 fərqimizə görə 74 qram kalsium hidroksid giribsə 12 fərqə görə nə qədər girir? 37 qram. Deməli M'in kütləsi 37 qram elədi. İndi duzun kütləsinə baxırıq. Kalsium H2PO4'ün kütləsi deməli 40 üstə gələk 1, 41, 41'in də üstə 95 gələk. 41'in üstə 95 gələk. 41, 136 eləyir. Bəli. Deməli 24 fərqə görə 136 aldımsa 12 fərqə görə x-dir. Mən 136'nı böləcəm 2'yə. 136'nı 2'yə böldüyümdə nə alınır? 6. Deməli baxaq 136 bölək 2'yə 6 dəfə 12, 16'nın içində 8 bərabər elədi 68'ə. Deməli x oldu 68, m'im isə bərabər oldu 37'yə. Növbəti məsələ. Magnezyum karbonat parçalanır karbon qazına və magnezyum oya. Əla. Kütlə M 8 qədər fərqimiz var yenə. Magnezyum, yəni mən sizə başa sala bildimmi fərq məsələlərini necə işləmək lazımdır? Məncə sizə anlaşıqlı oldu. Onun kütləsi 44'dür, bunun kütləsi 40'dır. Fərq 4'dür. 4 fərqə görə 44 karbon qazı girirsə, 8 fərqə görə isə 88 karbon qazı girir. M bərabər oldu 88'ə. Digər məsələmizə, növbəti məsələmizə baxırıq. Növbəti məsələmiz budur ki, kalium nitratın üzərinə biz bilirik ki, sulfat turşusu güclü turşu olduğu üçün reaksiyadan nitratı sırışdırıb çıxara bilir. Kalsium sulfat plus nitrat turşusu əmələ gəlir, amma qatal da olmalıdır. Turşu onu da sizə xatırladım. Qatal da çıxmalıdır, olmalıdır reaksiya. Deməli, sulfat turşudan bunun arasında fərqimiz M-9 qədərdir. Amma reaksiya turşsuz alınır uşaqlar. Mən bunu oxumadan işlədim sizə. Deməli kalium NO3 üstə gələ H2SO4. Buradan alınır kalium HSO4 üstə gələ HNO3. Reaksiyamızın sağı solu təbii ki bir-birinə burada bərabərdir. Əla. Kalium nitratın kütləsi 101'dir. Bu da 98'dir. 101'dən 98 çıxanda fərqimiz nə qədərdir? Hardasa 3 fərqimiz var. 3 fərqimizə görə M'imizin kütləsi 101'dir. Bəs 9 fərqimizə görə nə qədər olar? 3 dəfə artıq 303. Bu qədər. Əla, bu qədər. Davam elədik. 17-ci məsələmiz gəldi. Bir qədər mürəkkəb məsələdir.
Alüminium hidroksid parçalanır. Bu da toplumun məsələsidir, amma çox gözəl məsələdir həqiqətən də. Və buradan su ayrılır. Bura 1-2 yazırıq, bura 1-3 yazırıq. Reaksiyamızın sağı solu düzəldi. Və alınan birləşmələr A plus 8 qədər fərqi var. Fikir verin. Bunun kütləsi 102-dir, bunun kütləsi 54-dür. 102-dən 54 çıxanda bizim hardasa qiymətimiz 102 çıxaq 54. Üzrü sayın. O kadar yorğunam ki bugün. Həm də ki çox gec işlədirəm onu. Niyyət 8, 9-dan da 5 çıxanda 48. Yox, 102-dən 54 çıxsaq. 102 çıxaq bir dəqiqə. Elə bil alüminium oksidin kütləsi 102-də düz hesablamışıq. Alınan maddələrin kütlələrinin fərqi A plus 8 qədər əla. Həfsi yox, 48 qədər fərqimiz var burada. 48 qədər fərqimiz varsa A-mızın kütləsi, yəni A 54-dür. Bildik ki, A kiçikdir, kütləsi sudur. Bu da alüminium oksiddir. A eləyir 54. 8 fərqə görə isə nə qədərdir? 54-ü 6-ya bölürük. 54-ü 6-ya böləndə 9-a bərabər olur. Deməli, mənim burada A-mın qiyməti oldu 9. Əla. 9-u biz tapdıq. 9 hazırdır. Deməli, suyumuzun kütləsini 9 aldıq. 54 qram su əmələ gələrsə, alüminium hidroksidimizin kütləsi elə bil ki, B-dir. B-dən 9-a qədər düşüb dayanıb. Onda biz belə bir iş görək də sizdən. 54 qram su alınsaydı əgər belə yazaq. Alüminium hidroksid 27-nin üstünə 54, 27-nin üstünə 51 gələk. Hardasa 27-nin üstünə 51 gələndə 78, 78-i də 2-yə vursaq 129. 129 eləyir. Bəs 9-a görə 156'yı bağışlayın, hə, 156. Deməli, 9 fərqə görə nə qədərdir? 156-nı vuraq 9-a. 9-a bölək 54-ə. Peki, mən bunu eləyim, qıraqda. Deməli, x-imiz oldu 26. Deməli, mənim 26 qram maddəm sərf olundu. Deməli, B-dən 9-a düşəndə 26 qram maddəm sərf olundu. Onda B nəyə bərabərdir? 26-nın üstünə 9 gəlirəm. Deməli 26, 9, 35. B-nin də qiyməti bərabər oldu 35. Hepsi bu qədər əla. Deməli B oldu 35. A-nın qiyməti isə bərabər oldu 9-a. Davam elədik. Yaxşı, gözəl bir məsələdir yenə də. Kalium hidroksid üstəgələ xlor 2 isti halda alınır kalium xlor. Kalium xlor O3 və su əmələ gəlir. Əmsallaşdıraq 3, 6, 5 və Samsun qalanı da 1-3 düşür. Bu zaman qələvi, reaksiya zamanı reaksiya daxil olan qələvi və alınan duzların kütlələrinin zaman asılılığı verilib. Bax, 2 dənə duz verib, duzun kütlələri budur, bax. Kalium xlor O3. 5-i vururuq 74,5-ə. 5-i 74,5-ə vuranda, yəni kütlələr arasında fərqi deyirəm sizə. Bunun kütləsi 372,5 bu duzun kütləsi elədir. Kalium xlorun kütləsi də 122,5-dir. İndi gəlin bu duzlar arasındakı fərqə baxaq. 372,5-dən çıxırıq 122,5-i. 372,5-dən çıxırıq 122,5-i. Arasındakı fərq 250-dir. Amma bizə burada fərqi 50 veribdir. 250-yə görə M-imizin kütləsi 122,5-dirsə, 50-yə görə M-imizin kütləsi nə qədər olar? Elə bil ki, biz burada 122,5-i bölürük. Mən sizə deyim də 5-ə. 24,5 deməli artıq M-imizin kütləsi 24,5-dir. N-də nədir? Mən sizə deyim. N-də kalium hidroksidin, reaksiya daxil olan kalium hidroksidin kütləsi də əla. Deməli 122,5 duz alınıbsa 6 vuraq 56 qram kalium H reaksiya girib 24,5-ə görə nə qədərdir? Bax, belə hesab. Və yaxud da belə hesablaya bilərik. Çox rahat hesablama aparım da mən burada. Deməli 250 fərqimizə görə 6 vuraq 50 6-dırsa
50 fərqə görəsi x-dir. 5 dəfədir bu. Deməli mən 6-nı vururam 56-ya, onu da bölürəm 5-ə. Hardasa x-in də gəlib eləyir 67,2. Deməli n-imin kütləsi 67,2-yə bərabər oldu. Bu qədər. Davam elədik. Məsələlər yəni doğrudan da yorucudur. Çox fikirləşmək tələb eləyir. Natrium 2 COH plus NO2. Uşaqlar buradan alınır natrium NO3. Üstə gələk buradan alınır natrium NO2. Və buradan nə alınır? Su alınır. Bura 1-2 yazırıq. 2 yazırıq və bir də CO2 qazı ayrılır. Üzrlü sayın və salam. Tamam. Deməli bunun kütləsi M-dir. Alınan NO2-nin kütləsi M-28. Yenə kütlə fərqidir uşaqlar. Bu 106 qramdır. 46, bu da gəlir 92 qram. Elə bil ki, mən 106 çıxaq 92, 14 fərq görürəm. 14 fərqə görə 106-dırsa, bəs 28 fərqə görə nə qədər olar uşaqlar? Elə bil mən 106-nı 2-yə vururam. 212 fərq edir. M-in qiyməti elədi 212. Davam elədik. Bu da bu ilin dim qəbul suallarından biri olubdur. Deməli, misalda nə deyilir? Alüminium plus, elə bil mən alüminium üzərinə natrium OH gəlirəm və məhlul olduğuna görə sudan istifadə edirəm, mənizdə deyil. Natrium alüminat alınır və hidrogen qazı ayrılır. Bunun təbii ki 2, 1 moldan elə bil 1,5 mol valentinin yarısı qədər hidrogen ayrılmalıdır. Bu deyir 3, 2, 2, 2, 2, 3. Deməli, məhlulun kütləsi əks zaman məhlulun kütləsi verilibdir. X qram alüminium girir. Oradan nəsə qaz ayrılır. Məhlulun kütləsi, deməli, məhlulda kütləsi M-dən M plus 8-ə qədər qalxır. M plus M8-ə qədər qalxır. Deməli, bizim məhlulumuzun kütləsi nədir? Deməli, məhlulumuzun kütləsi natrium OH-dan sudur. Bax, bir götürək. 83-36 gəlirəm. Çünki məhlul artıq odur da. 83-36 gəldikdə 116 qram eləyir. Məhlulumun kütləsi. İndi alınan natrium alüminatın kütləsinə baxıram. Deməli, baxaq görək nə qədər artımımız var. 23 üstə gələk, 27 üstə gələk. Deməli, 32 və 32-ni də vururam 2-yə. 164 əla. Məhlulumun kütləsi 164. 164-dən çıxsam, yenə fərqdir də, bilirsiniz, 116, 48 qram fərq var. Bax, məhlulun kütləsi bir budur, 2 natrium OH-dan sudur. Bir də alınan 2 natrium alüminium O2-dir. Çünki qaz çıxıb, deməli, bu da alüminiumda məhlula əlavə olunub. 48 fərqə görə alüminium reaksiya girir 54 qram və 8 fərqə görə nə qədər girir? 6 dəfə az. 54-də biz 6-ya bölsək, x-imizin qiymət gəlini neçə eləyər? 9. Cavab dalında 9. Deməli, başladıq 19-cu məsələdən. Biraz bu rəqəmlərdə səhvliklər gedibdir. Heç nə olmaz onları, yəni. Sonra bərpa eləyərik. Kalium OH plus H3PO4. Deməli, buradan alınır kalium H2PO4. 1-in 1-ədir. 1 molekula su çıxır. İkinci halda kalium 2HPO4 alınır. 2 molekula su çıxır. Üçüncü halda kalium 3PO4 alınır. 3 molekula su çıxır. Yenə kütlələr arasında fərq eləyəcək. Uşaqlar, PO4-ləri ixtisar eləyin. Eləyin geçsin. Birinci duz kalium H2, ikinci kalium 2H, üçüncü kalium 3 oldu. Yenə mən vallahi yenə bunları ixtisar eləyərdim. H2, bu qalardı kalium H, bu derece qalardı kalium 2. Rahat ixtisar olsun da. Bu 2'dir. 39'un üstünə 1 gələndə 40. Demək 39 2-yə vuranda da 78. Bax belə. Deməli bunun hansına A götürərdim? Mən buna A götürərdim. 40 A olardı. 40'dan 2 çıxanda 38 eləyir də. Buna A plus 38 götürərdim. Buna da A plus 38 götürərdim. Yəni 40 plus 38 78'dir. Deməli A plus 38 nə elədi bizdə? Kalium 3PO4. A plus 38 bizdə nə elədi? Kalium H2PO4. Bəs eləcə A bizdə nə elədi? Kalium 2HPO4. Əla. Uşaqlar, Y nədir?
Deyir Y-də polar kovalent rabitələrin sayını tapın. Y nədir? Kalium, hə. Y kalium H2 PO4-dür. Ümumi rabitələr mən sənə öyrətmişəm. 2-ni vuruq 4, ümumi rabitənin sayı 8-dir. Deməli, metalın oksidaşma dərəcəsini valentinə vurun, indeksinə vurun. İyon sayını tapın. 8-dən 1 çıxdıq iyon. 7-dən də polar kovalentimiz var. Zetin də kimya formulunu deyin. Zetin də kimya formulu bizdə oldu. Kalium 2HPO4. Və salam. Bu qədər. Deməli, kalium xlorat, üzərinə gərək H xlor. Misaldan alınır. Kalium xlor, plus xlor 2, plus su. Əmsallaşdıraq. 6, yəni oksidləşmə reduksiya reaksiyasından da eləyə bilərdik. Amma belə də rahat olar. Deməli, alınan xloratın xlor turşusu reaksiyası zamanı reaksiyaya daxil olan və alınan duzun kütlələri arasında fərq. Bax, bu duzla bu duz arasında fərqdən söhbət gedir. Yenə də bu 122,5-dir, bu da 74,5-dir. Bunun arasında fərq 48 qramdır. 48 qram fərqə görə 74,5 alınırsa, 9,6 fərqə görə x-dir. Bu deyir, haradasa 74,5-i biz vuruq 0,2-yə. 74,5-i biz 0,2-yə vurduğumuzda 14,9 edir. Salam. Alınan qazın normal şart təcrübəsində hesablayın. Deməli 48 fərqə görə alınan qaz 67,2-dirsə, 14,9-a görə alınan qazın fərqi 13,44-də nədir? Bərabərdir. Növbəti məsələyə baxırıq. Deməli, növbəti məsələmiz budur ki, nitrat turşusu duzudur. Kütləsi M-dir. Temdəki parçalanmasından alınan duzun nisbi molekul kütləsi M plus 16-dır. Deməli, bunlar arasında M-16 qədər fərq var. Yəni, XNO3 duzu parçalanarsa, XNO2 plus O2. Fikir verin, uşaqlar. Yəni, X'lar getdi, azotlar getdi, bunlar getdi. Bunlar arasında fərq doğrudan da 16-ya bərabərdir. Deməli, 16 fərqinə görə elə N-in qiymətdə 1-ə bərabərdir. Söhbət elə bir valentli metaldan gedir. Yəni, rahat formada bunu tapmaq oldu. Vaha, rahat formada biz onun kütləsini tapa bildik. Daha sonra keçdik sizlə digər növbəti məsələmizə. Berilyumun oksigenlə reaksiyasını yazıram. Berilyum plus oksigen. Buradan alınır berilyum oksid. 2,2. Daxil olduqda maddələrin kütləsinin zamanlasılıq qrafiki verilmişdir. Deməli, alınan 2A minus 7-dir. Reaksiya daxil olur, biri A-dır, tam sərf olunur, biri isə yarımçıqdır. 2 berilyum, bunun kütləsi 32-dir. 2-ni 9-a vuranda da 18 edir. Baxın, deməli, tam sərf olunan oksigendir. Başa düşürsünüz. Yarımçıq qalan da berilyumdur. Çünki eyni kütlədə veriləndə berilyum əlbəttə ki, deməli, nə qalmalıdır? Artıq qalmalıdır. Berilyumun reaksiya daxil olan kütləsini hesablayın. Gəlin belə yazaq sizlə. Deməli, oksigenə baxaq A. Bax, oksigenə bir dənə baxaq. Bu A-dır. 2A minus 7-dir. 2A minus 7-dən A çıxanda A minus 7 fərqimiz olur. Düzdür? İndi gəlin berilyum oksidində kütləsini hesablayaq. Oksigen kütləsi 32-dir. Berilyum oksidin kütləsini hesablayaq. 9-un üstünə gələk. 16 elədi 25. 25-i də vuraq 2-yə. Elədi 50. Əla. 50-dən 32-ni biz çıxsaq, fərq nə qədərdir? 18. Əla. 18 fərqə görə oksigen kütləsi 32-dir. Ay sağ ol. A minus 7 fərqə görə isə X-dir. X-imiz də bərabərdir. A minus 7-ni vuraq 32-yə, bərabərdir 18-ə. Aha, vuraq 32-yə, bərabərdir 18-ə. Sonra, deməli, 32A çıxaq, 32-ni biz vuraq 7-yə. 224 bərabərdir 18. Düzdür? 224 üstə gələk 18. 242
242'də bölək 32'yə. Aha, bizdə məsələdə düzgün alınmadı. Bir dəqiqə. Biz yəqin hansısa bir səhv yoldan istifadə elədik. Dəqiq fikirləşmədik. Bir də yazaq. Berilyum plus oksigen reaksiyasını yazırıq. Berilyum oksid. Hər tərəf vuruq 2'yə və 2'yə. Berilyum 9, oksigen 16'dır. Deməli 18 qram budur. 32 qram oksigendir. 9'un üstünə 16'nı gəldiyimizdə 25'də vursaq 2'yə. Doğrudan sol sağa bərabər də 50 qram da budur. Fikir verin uşaqlar. Deməli A maddəsi tam sərf olunub biri, digərsi artıq qalıb. Tam sərf olunan oksigende artıq qalan da nəyimizdir? Berilyumumuzdur. Berilyumun reaksiyaya daxil olan kütləsini hesablamalıyıq. Bizim elə bil ki burada, gəlin belə yazağında elətsə də, gəlin belə hesablama aparağım. 32'yə 50'dirsə, bax belə yazağım. A'ya da 2A minus 7 yazağım. Başlayın. 2A minus 7 yazağım. Yazaq ki 50A bərabərdir. 32'ni 2'yə vuranda 64A çıxaq. Biz elə bil ki 32'ni 7'yə vururuq. 32 vuraq 7, 224. Çıxaq 224. Düzdür uşaqlar. 64'dən 50 çıxırıq. 14A bərabərdir 224. 224'də bölürük 14'ə. 224. A'mız da burada nəyə bərabər olur uşaqların? 16'ya. Əla. A'mız 16'ya bərabər olur. İndi berilyumun reaksiya daxil olan kütləsini tapağım. Əgər bunu bizə oksigeni bir dəqiqə 16 veribsə də 2 dəfə az. Onda berilyumda 9 qram reaksiya daxil olub. Vəssalam. Onda 25 qram da berilyum oksidi alınıb. Berilyum reaksiya daxil olan kütləsinin içədə 9'a bərabərdir. Digər növbəti məsələ, alüminium karbiddən qaz alınır. Alüminium karbid və metan qazı. Alüminium karbiddən üzərinə gəlirəm suyu. Bir dəqiqə, səliqəsiz yazmayaq. Alüminium karbid, üstə gələk su. Alüminium OH-dan plus CH4. 3, 2, 6'nın üstünə 12 gəldiyimizdə 12'yə. Şey bərabərdir, əla. Səhv getmədik ki, 4. Əla. Deməli, M'in kütləsi budur. M plus 24 da buradan çıxan qazı. Çünki metan qazı suyu sıxışdırıb çıxarmaq yolu alınır. Alüminium karbid 144 qramdır. Metan da 48 qramdır. 144'dən görsəz yenə kütlə fərqlərindən işləyirəm. Çıxaq 48, 96 fərq var, amma bizə 24 verib. 96 fərqə görə 144'dürsə, 24 fərqə görə 4 dəfə azdır. Evi biz 144'ü bölürük 4'ə. Deməli, mənim M'in kütləsi bərabər oldu 36'ya. Bu qədər. Bəs X nədir? Suyumun kütləsi əlam. 96 fərqə görə suyum 12 vuraq 18 moldur. 12 vuraq 18 qramdır. 24'də 4 dəfə az demək. Yəni 4 dəfə azdır. Elə bildik ki 12'ni 4'ə böləndə 3, 3'ü də 18'ə böləndə eləyir 54. Deməli, suyumun kütləsi 54'ə bərabərdir. Növbəti məsələmiz gəldi. Deməli, kalsium oksidlə reaksiya daxil olan karbon. Kalsium oksidin üstə karbon gəldiyimiz alınır. Kalsium karbid və CO alınır. Bura 3 molekula yazırıq. Karbonun kütləsi M'dir. Reaksiyadan alınan qazın kütləsi isə M-2'dir. Əla. 12'ni 3'ə vursaq 36 budur. 28'də budur. Yəni görürsünüz, kütlələr fərqidir. 36'dan çıxaq 28. 8 fərq var. Arada 8 fərq var. 8 fərqə görə 36 qram giribsə 2 fərqə görə 4 dəfə az olmalıdır da bu. 36'dan 4'ə bölündə 9 eləyir. M oldu 9. 9'dan 2 çıxanda 7 də digərinin kütləsidir. Bu qədər. Mən bunu qıraqda yazdım çünki natrium şorasının sanayidə alınma reaksiyasıdır. Natrium şorasının sanayidə alınması necədir? Natrium şorası natrium
NO2'nin alınması. Aha, natrum şurasını almaq üçün natrum karbonatın üzərinə NO2'ni gəlirəm. Alıram natrum NO3. Alıram natrum NO2. Alıram nə? CO2. Bunun qarşısına 1-2 qoyuruq. İşimiz düzəldi. Deməli, burada deyir M1-idir. M plus 31 qram qədər kütlə parçalanıb. Deməli, digər alınan kiçik kütlədir. M kiçik kütlədir. Bunların içində kiçik kütləyə malik 44 olar. Aha. Deməli, M plus 31'də natrum karbonatı gəlin götürək. 106'dır. Fərqə yenə baxaq. 106 çıxaq 44. 62 qram aralarında fərq var yenə də. 62 fərqə görə M'in kütləsi 44'dür. Bəs 31 fərqə görə M'in kütləsi nə qədər olar? 22. Deməli, onda 22 qram alınıbsa, 53 qramda natrum karbonatı yarı-yarı reaksiya daxil olublar. Əla bir məsələdir o da. Natrum hidrit üstə gələk su. Yenə suyu sıçdırıb çıxarmaqla hidrogen qazını verib. Natrum OH plus. Gəlin biz bunu konkret yazalım. Belə neyinirik yazırıq. Natrum hidritdən alınır hidrogen qazı əzizlərim. M budur, M-11 də budur. Natrum hidrit 24 qramdır, hidrogen 2 qramdır. Fərq 22 qramdır. 22 qram fərqə görə 24 qram natrum hidrit girib. Bəs 11 fərqə görə natrum hidrit nə qədər girər? 12 qram. Bəs salam. Digər məsələmiz, növbəti məsələmizə baxırıq. Deməli, növbəti məsələmiz budur ki, kalsium fosfidin üzərinə su gəlirəm. Alıram kalsium OH-dan 2 dəfə. Üzərinə gələk pH 3, yəni fosfin qazı. 3, 2, 6'nın üstüne 6, 12. 12 de altında buraya yazalım. Suyun kütlesi M-37'dir. Ama kalsium fosfidin kütlesi M qədərdir. Əla. Su ilə müqayisə edirik. Kalsium fosfidin kütlesi belədir. 120'nin üstüne 62 gəlirik. Biz sizə 120'ni adan hesabladım. 40 vurdum 3'ye. 120'nin üstüne gəlirəm. 62, 182 elədi bunun kütləsi. 108'e yəni altını da vursam 18'e 108 elədi suyun kütləsi. Uşaqlar 182'dən çıxıram 108'i. 74 fərq var. 74 fərqə görə 182 kalsium fosfid 37 fərqə görə isə X-dir. Mən 2 dəfə azaldıram. Bölürəm 2'yə. 91 edər. Vəssalam. Ayrılan fosfin həcmini istəyir. 37 fərqə görə bilmirik nə qədərdir. Amma 74 fərqə görə 44 onda 8 litre fosfin alınır. Fosfin alınması da 22,4'ü verir. Aha, çok güzel məsələdir. Bu ilin qəbul, bu ilin yox, bir qədər harasa 2023'ün qəbul məsələsi olur. 2 dənə duzumuz var. Hər ikisinin üzərinə xlorid turşusu gəlməliyəm. Natrum 2 sodurun üstə xlorid turşusu gələ bilmərəm. Çünki xlorid turşusu sulfata çıxara bilməz. Amma natrum karbonatın üzərinə mən xlorid turşusu gəldiyim anda nə alınır? Natrum xlor, karbon qazı və su əmələ gəlir. Şu, gözəl. Artıq miqdarda xlor turşusu reaksiyası zamanı duzun kütləsi M2,2 və qarışım kütləsi M-dir. Qarışım kütləsi M-dir. Bu isə M plus 2,2'dir. Fərq buradadır. Aha, gəlin belə hesablayaq. Natrum karbonatın kütləsi 106'dır. Bunun kütləsi 117'dir. 117'den çıxıram 116'nı, 117'den çıxıram 106'nı. 11 fərqimiz var. Arada 11 fərqimiz var. 11 fərqimizə görə natrum karbonatımız 106 qramdır. 2,2 fərqimizə görə isə 21,2'dir. Və kütlə payları da eynidir. Əgər bu 21,2'dirsə, bu da 21,2'dir. Axı kütlə payları eynidir. Tamam mı canlarım? Və hər iki qarışım kütləsini hesablamağa çalışacağım. 21,2'nin üstüne gəlirəm. 21,2 yəni vururam 2'yə. 21,2 deməli 2. Üstə gələk 21,2. Cavab bir neçə elədi? 42,4. Deməli cavabımız oldu 42,4. Aha, bayaq bu məsələni biz hesabladıq, səhv etmirəmsə. Sadəcə
baxmışdıq deyəsiz. Magnezium oksid plus karbon qaz əmələ gəldi. 44 budur, 40 budur. Aralarındakı fərq 4'dür. 4 fərqə görə 44 karbon qazı girirsə 8 fərqə görə M'dir. 88 qram karbon qazının rəqsə girdiyinin şahidi oluruq. Vəssalam, bu qədər uşaqlar. Təşəkkür. Yenə də bacardığım qədər sizə məsələlər işləyib çəkib atmağa çalışacağım. Gecəniz xeyrə qalsın.